Xviça Arda Gülənin vaxtında hardaydı? Heç deyəsən Rubində idi də və yaxud da təzə Napoliyə keçib. Yəni Napoli Real Madrid deyil də. Napoli Real Madrid deyil. Napoliyə gedəndə kim deyə bilərdi ki, bu Napolinin yəni ulduzu ola bilər də. Xviça Napolidə nə əhəmiyyət daşıyırdı, nə mahiyyət kəsb edirdi. Arda Realda nə mahiyyət kəsb edir, nə əhəmiyyət daşıyır. Fərq bu tam başqadır axı. Napoli ilə Real Madridin aurası, Napoli ilə Real Madridin məqsədləri eyni deyil axı. Tamam fərqlidir. Tamam fərqlidir. Yəni Napoli okey də Kviçanın vaxtında Osimhenlə tandem qurdular, gəldilər çempion oldular. Razıyam. Amma Real Madridin yolu tam başqadır və Arda Gülərin gəlib burada Kviça rolu oynaması qeyri-mümkündür. Arda Gülər o rolu gedib Borussia Dortmundda oynaya bilər. Arda Gülər o rolu gedib atıramla, misal üçün Tottenhamda oynaya bilər və yaxud gedib Milanda oynaya bilər, günümüzdəki Milanda oynaya bilər. Amma Realda bu qeyri-mümkündür. Çünki onun konkurentləri Bellingham olsun, başqa yarım müdafiəçilər olsun, ona o imkanı verməz. Burada ad da çox rol oynayır və coğrafiya da böyük rol oynayır. Bunu mən danmayacağam.